İndi məsələn gəliblər Kürd qardaşlarımızdan izədilər, gətiriblər nümadə ki, aman qırmızı ulduzlu bunu özlərinə götürüblər. Bir nəfər demiş ki, babam axı sizin diliniz ki, hələ görək farsının bir şaxəsidir. Farsı özü hindinin bir şaxəsidir. Hindi bir dənə təhlili dildir. Cinsi əsən Sumerlə yemir ki, biz deyək, məntəqədə İlam dili iltisaqıdır. Yəni yapışdırmalardandır. Bizim dil, türkü dillər qrupundandır. İlamdan tutun, Urartudan tutun, Hurudan tutun, Qutudan tutun, Sumerdən tutun. Bunlar axı bizim dildəndirlər, bizim qruhdandirlər. Sən o öz bizim o qədər yazıq olmuşuq ki, bunların heç birinə sahib çıxmırıq. Maşallah qabaqda gedənlərimizdən də intiqadı mən söymərəm. Bəli, bu da deyim, gündə bir fətva verirlər, gündə bir məsələ çəkirlər. Bu dan ulduzu əlaməti. Babam, mən bunu yadıma gəlir, pişnahad verəndə çox adam bunu istiqbal elədi. Biz dedik ki, əgər biz istəyirik bir olaq, gəl gücümüz də bir olaq. Olmaz biri bir dənə qurd əhsi qoyur, o birisi bilməm bayraq əhsi qoyur, o birisi bilməm Urxun yazısı qoyur. Mən ehtiram qoyuram hamının səliqəsinə, amma o zamanacan ki gücümüz bir olmuyor, bizi dağıdarlar. Yəni bizim gücümüz o zaman bir olar ki, o zərrəbin vaxtı işığı salır bir yerə yandırar da, işıq dağılsa ki yandırmaz. Hər zaman ki biz istədik bir nöqtədə icmiyə yetişək, müştərək bir formada gedək qabağa, ərxeyn olun ki, müxtəlif fətvalar üzrə tondrulan tərəfindən və bunu dağıdacaqlar. Bu numad bizimkidir. 7000 il bunun qidməti var bu dan ulduzunun. Yəni qırmızı ulduzu ki, mən də profilimə qoymuşam. İcazə verməyək bu saatəlikdə bu dilləri özlərinə çıxsınlar.